şəhərində qəhrəman şəhidimiz Hammatlı Nicat Rizvanoğlu'nun 5-ci il dönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəm şəhidlərimizə rəhmət diləyirəm. Allah məkanların cənnət, məqamların uca eləsin inşallah. Bizim veteranlarımız salam bırakıyorlar. Salam bilir. Sizler, böyle bizim yanımızda olan sizlersiniz. Sağıma dönüyorum, görüyorum, soluma dönüyorum. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Bugün şəhid balamızın, Nicatın 5-ci il dönümünə yığışmışıq. Bəli, bu günün başlanğıcı, yəni şəhadətə qovuşmağın başlanğıcı, mən deyim ki, bizim torpaqlarımız işğala məruz qaldığı günlərdən başlayıbdır. Görəsən biz burada olmasaq, bu şəhidlərimiz yad ediləcəkmi? Bəli, ediləcək. Çünki bizim qürurlu, unutturmayan xalqımız vardır. Nə qədər Azərbaycanımız var, nə qədər bizim içrəngli dalğalanan bayrağımız var. Bəli, bizim şəhidlərimiz heç zaman unudulmayacaqdır. Və bizim bu mərd xalqımız onları unutulmayacaqdır. Bugün şəhid Nicat balamızın anım gününə yığılmışıq, nuruna yığılmışıq. Allah biz valideynlərə səbir dözüm versin. Üzümü tutub deyirəm, Nicat balam, ruhun şad olsun. Allah atana, anana səbir dözüm versin. Allah'tan burada şəhid analarımız, atalarımız var. Hər birinə, onların timsalında bütün şəhid valideynlərinə mən səbir diləyirəm. Həqiqətən bu dərd çətin dərddir. Sentyabrda döyüş başlanıldı. Eyni hərbi hissədə və amma fərqli istiqamətlərdə olmuşuq. Sonra mən yaralandım. Bir də Nicatın xəbərini hospitalda eşitdim. Hər birimiz o qədər qarışıq duyğular içərisində idik ki, bir tərəfdən Cənab Prezident torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xəbərləri bizə verdi. Biz hər birimiz böyük sevinç və qürur hissi keçirirdik. Amma digər tərəfdən də şəhid xəbərləri ilə hər birimizin qəlbi dağlanır. Ağır bir günləri mən heç yaşamaq istəməzdim. Yenə deyirəm, o xəbəri vermək ondan da ağır idi. Hər bir ana üçün, hər bir qapıya gedəndə o xəbəri məcbur çatdırmalıydı. Həsrətimlə əldə etdim yaşımı, böyümədim, ağartsam da başımı. Uşaq kimi gözlərimin yaşını, mən hələ də qollarıma silirəm. İzin ver gözünün yaşını silib, bir daha ağlama şəhid anası, tökməyən ağlına göz yaşları, qəlbimiz ağlama şəhid anası. Sizə borcumuzu necə qaytaraq? Ağlayaq mı çoxlu, yoxsa dik duraq? Necə istəyirsiniz görəsiz bizi? Oradan necə görünürük, izlərkən bizi? Cənnət gözəldirmi vətənimizdən? Qoxusun alırıq kədərimizdən. Şəhidim, yol göstər, sevinə bilək. Sənin yoxluğunu necə həzm edək? Sən bizdən çox sevdin vətənimizi. Biz sənin sevgini necə haqq edək? İzin ver gözünün yaşını silim, bir daha ağlama şəhid anası, tökməyən ağının göz yaşlarını, qəlbimi dağlama şəhid anası. Şanlı bayrağımız daim ucalarda dalğalansın. Vətən sağ olsun, Allah vətənimizi qorusun. Bismillahirrahmanirrahim. Yasin.
والقرآن الحكيم الحمد لله رب العالمين المغفور المبرور المعلوم المعين okunan Kur'an-ı Kerim'in şanlı ayelerinin sevabını bütün Azerbaycan şehitlerinin ruhlarına ve hususiyle bugün şehadetinin il dönümü olan Mehmetli Nicat Rizvanoğlu'nun ruhuna hediye elədik. Ya Rab, Ali ve uca katında kabul eyle. Ve bi hakkı Muhammedin ve Ali ve bil Fatiham. Allah rəhmət eləsin, Allah hamımızdan razı olsun. Şəhid anası Minayə xalıya da söz veririk, tədbirimizi yekunlaşdıraq. Minayə xala buyur. Hörmətli tədbir iştirakçıları, hər kəs salamlayıram. Sağ olun ki, bizi tək qoymamışsınız, bizim yanımızdasınız. Allah hər kəsdən razı olsun, sağ olun.